Salam hörmətli müştərilərimiz, hər vaxtınız xeyirli olsun. Sabunçu rayonu Maçlar qəsəbəsi 7 nömrəli Bansiyanın yaxınlığında. Qapısına kimi demək olar asfalt yolu olan məhəllədə, küçədə qaya üstündən də yolu var. Gözəl bir məhəllədə, yerdə hündür ərazidə 2 mərtəbəli evimiz satışa çıxıb. Zəhmət olmasa həyəti təqdim edin, mən də ətraflı məlumat verim. Biraz videomuz çox uzun ola bilər. Həyətində üzüm tingləri var, ağacları var, əncir ağacı var. Müxtəlif növdə zeytun ağacı falan var. Ümumi həyətimiz 65 sotdur. Həyətin iki küçədən girişi var. Bansiya tərəfdən və Qayaüstü tərəfdən girişi var. Həyətində qonaq otağı nəzərdə tutulub orada. Sağ tərəfdə qonaq otağı var. Yəni köməkçi otaq kimi və yaxud da axna otağı kimi istifadə eləmək olar. Belə deyim də, müəyyən kosmetik təmirə ehtiyacı var. Oranı çəkib göstərmirəm sizə. Qaz, su, işıq, bütün kommunal xəttləri mövcuddur. Evimiz çox gözəl, hündür ərazidə yerləşir və tam keyfiyyətlə tikilmiş evdir. Ora qonaq otağı qeyd etdiyim kimi və oradan o birisi küçəyə çıxış var. Qapısı var. Burada evimizin saunası mövcuddur. Ev maşallah saraydır. Çox möhtəşəm, tam keyfiyyətlə tikilmiş evdir. Burada belə bir otaqlar. Özümdə də yeni tanış oluram evdən. Çəkdikcə göstərəcəm sizə. Kombi xəttləri atılıb. Burada işıqları yandıraq. Və evimizin üstü bağlı hovuzu. Həmçinin həyətdə də bir hovuzu var. Burada otaqlar var, əyin dəyişmək üçün falan nəzərdə tutulub. Bunlar çəkib göstərmək ehtiyacı yox. Burada oturmaq üçün bir otaq. Bura evimizin yəqin ki sauna hissəsidir. Və burada hovuzun avadanlığı yerləşdirilib. Sənədi qeyd edim ki, paket kupçadır. Keçək əsas məsələ evdən sizi tanış edeyim. Evimiz 2 mərtəbədən ibarətdir. İkinci mərtəbəyə əlavə giriş hissəsi də mövcuddur. Birinci mərtəbədən də çıxmaq mümkündür. Həyətində də belə bir su havuzu var. Yerdən altı daş körsüldü. Burada mənzərənizə Tomusu göstərərsiniz. Bura evimizin eyvanı nəzərdə tutulub. Bura bağlıdır. Burada evimizin holu, qonaq otağı, kombi xəttləri çəkilib. Burada studiya mətbəximiz var. İşıqları yandıra bilsəm. Görünür kamerada. Tam keyfiyyətli mebeli falan var. Çox gözəl zövqlü dizaynda inşa olunub.
Burada bir otağımız. Burada evimizin sanuzel hissəsi. Sanitar qovşağı və 2 hamam, tualet. Və yuxarı zəhmət olmasa göstərəsiniz. Burada evimizin bir yataq otağı var. Burada ikinci yataq otağımız. Və burada qonaq otağımız. Biraz qaranlıqdır, işıq yanmır. Geniş qonaq otağı var. Həmçinin eyvana, qonaq otağından çıxışı var. Orada kamen yığılıb. Hər otaqların kondisioneri var. İstilik sistemi, kombidi radiatorları var. Keçək inşallah yuxarı ilə sizi tanış edeyim. Burada pləkanın altında artıq əşyalar yığmaq üçün ərdamı nəzərdə tutulub. Pləkan fıstık ağacındandır. Bura ikinci mərtəbənin geniş holu və burada qonaq otağımız var. Buradan ikinci mərtəbənin eyvanına çıxış mümkün. Həmçinin o birisi otaqlardan da, holdan da, o birisi otaqdan da çıxış var. Da mənzərənin zəhmət olmasa göstərin müştərilərimizə. Həmçinin ikinci mərtəbəyə həyətdən əlavə çıxış var, pləkan var. Burada evimizin ikinci mərtəbənin mətbəxi. Çox keyfiyyətli materiallardan istifadə olunur. Həm evin tikintisində, həm əşyalarında. Qeyd etdiyim kimi bu qapıdan eyvana çıxış mümkündür. Burada bir yataq otağımız. Burada ikinci yataq otağımız. Və burada geniş qonaq otağımız var. Orada da kameni mövcuddur. Evimiz 65 sot torpaq sahəsinin üzərində inşa olunub. Ev ümumi 697 kvadrat metrdir. Sənəd qupça, xüsusi mülkiyyət yaşayış məntəqələrinin torpağı. Qiymət videoda qeyd eləyərəm. Qiymət 800.000 manat, real alıcı inşallah ev sahibi ilə qiyməti danışar. Çox möhtəşəm tikilmiş evdir. Özüm təqdimatda yoruldum. Xeyirli olsun.
alana da, satana da. Sağ olun.